Əgər bu videonu açmısınızsa, belə güman edirəm ki, artıq sizin media ilə bir probleminiz var və yaxud da medianın sizdən bir problem olduğunu düşünürsünüz. Çünki biz bilirik ki, media ekosistemində, gündəlik olaraq qarşılaşdığımız media sistemində biz artıq əvvəlki tək özümüzü rahat və komfortlu hiss eləmirik. Əlbəttə ki, bunda səbəbləri var. Elə bu videonun yaranma məqsədi də budur. Biz burada kursumuzdan danışırıq. Kursun əsas məqsədi və verdiyi sual budur. Niyə ağıllı insanlardan manipulyasiyaya düşür? Çünki sual əslində özündə bir cavab təşkil edir. Çünki media manipulyasiyasına düşməyimiz heç də hər zaman bizim axmaq olduğumuz mənasına gəlmir əlbəttə. Çünki media yalnız bizi aldatmır və heç də hər zaman mövzu aldatmaqla bağlı bir şey deyil. Çox zaman media sistemləri, həmçinin media orqanları və yaxud da media insanları bizim zəif nöqtələrimizi bilir və ona uyğun hərəkət edirlər. Buna sözsüz ki, böyük şirkətlər, dünyaca məşhur böyük şirkətlərin media qurumları da daxildir. Və bu zəiflik bizi axmaq eləmir. Bu zəiflik sadəcə olaraq bizim insan olduğumuzun bir sübutudur. Bir şey ki, biz əgər emosiyalarımızdan qidalanırıqsa, əgər biz internetdə gəzişərkən davamlı olaraq emosiyalarımızın necə burulğanına çevrildiyini və necə reaksiyalar verdiyimizi izləyiriksə, izləmə şansımız varsa, onda görə bilərik ki, əlbəttə ki, bizim emosiyalarımız bizdən ayrı bir şey deyil. Və sözsüz ki, davamlı olaraq bizə reaksiya verməyimizə məcbur edən, bizi reaksiya verməyə bir növ təşviq edən media sisteminin içərisində bizim emosiyalarımıza yenik düşməməyimiz mümkün deyil. Əslində mən bunu daha əvvəlki videolarımda da bəhs eləmişəm. Bugünkü media sistemimizdə biz yalnız bir istifadəçi deyilik, həm də bu sistemlərin üzərində işlədiyi bir xam mala çevrilirik, bir məhsula çevrilirik. Bizim diqqətimiz böyük şirkətlərin, media qurumlarının xam malıdır, məhsuludur. Reaksiyalarımız artıq sadəcə olaraq bizim individual verdiyimiz reaksiyalar, yanaşmalar deyil, həmçinin də datalardır. Bu datalar üzərindən media daha da çox güclənir. Eyni zamanda bizim paylaşımımız isə belə deyək, ya pulsuz bir reklamdır, ya da sadəcə olaraq bu sistemin özü üçün istifadə etdiyi addımlardır. Xüsusilə də indi süni intellekt dövründə media heç olmadığı qədər həm güclü, həm də bir qədər bizə uzaqdır. Yəni artıq mövzu sadəcə saxta xəbərlər deyil, həmçinin kontekst də önəmlidir və yarımçıq qalan kontekst heç olmadığı qədər təhlükəlidir. Bu kurs ərzində siz əlbəttə ki, bəzi mövzuları, bəzi nüansları görüb deyəcəksiniz ki, mən bunu bilirmişəm ki və inanın ki, səhv də demirsiniz. Doğrudan da siz bunların bir çoxunu bilirsiniz. Bu kursun məqsədi sizə sistemli bir şəkildə media haqqında tənqidi, düşüncələri anlamaq, media savadlılığını qazanmaq üçün istiqamət verir və bu yolda sizə həmçinin sağlam və təhlükəsiz bir öyrənmə mühiti təqdim edir. Və sözsüz ki, əgər siz bu videoya baxırsınızsa, deməli ən azından bir dəfə hansısa bir xəbəri oxuyub, onun sizi manipulyasiya eləməyə çalışdığını hiss eləmisiniz və yaxud da hansısa bir xəbərə şübhə ilə yanaşmısınız. Ən yaxşısından bəlkə trendlərlə bağlı düşüncələriniz heç də sizin həm yaşıtlarınızla və yaxud da ətrafınızdakı insanlarla üst-üstə düşməyib. Və 100% ki, bu kursun məqsədi yalnız sizi daha ağıllı görünmək və yaxud daha ağıllı eləmək deyil. Bu kursun bir mənalı olaraq məqsədi sizi daha yaxşı suallar verməyə hazırlamaq, eyni şəkildə sistematik olaraq dediyim kimi, sizin hansı reaksiyaları nə üçün verdiyinizi anlamağınıza səbəb olmaq, həm müşahidə, həm də analiz qabiliyyətlərinizin belə deyək, daha əvvəlkinə nəzərən daha artmağı, eyni şəkildə bəzən reaksiya verməməyin belə nə qədər güclü olduğunu başa salmaqdır. 100% ki, anlamalı olduğumuz şeylərdən biri də budur ki, media savadlılığı immunitet deyil. Mən çox media savadlısıyam və yaxud da az media savadlısıyam deyə bilmərik. Çünki media davamlı olaraq yenilənən bir sistem, bir anlayış olduğu üçün biz də heç zaman 100% media savadlısı ola bilməyəcəyik. Bu bizim davamlı olaraq özümüzdə inkişaf etdirməli olduğumuz bir vərdiş, eyni şəkildə bir ayıqlıq halıdır. Və 100% onu əmin edə bilərəm ki, bu kursda siz tək olmayacaqsınız. Bu kursda heç kimdən daha yaxşı bilmir. Kursun icraçısı olaraq mən də daxil olmaqla biz iştirakçılarla bərabər media sistemini daha yaxşı anlamaq, analiz eləmək və sual vermək üçün bir yerdə və qüvvələrimizi birləşdirərək davam edəcəyik. Və əslində böyük ehtimalla siz bu kurs haqqında oxumusunuzsa bunu bilirsiniz. Amma yenə də deyim, kurs 5 dərs və 10 günlük nəzərdə tutulub. Bu 10 günün içərisində müxtəlif tapşırıqlar və həmin tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulan vaxtda təqdim olunur əlbəttə. Biz 10 gün ərzində Telegram qrupumuzda interaktiv şəkildə həm videoları sizdən bölüşəcək, həm də tapşırıqları belə deyək tələb eləyəcəyik. 10 gün desəm belə, kurs öz tempində öyrənmək istəyən insanlar üçün idealdır. Çünki bir ay ərzində materiallar sizdə qalır və istəyirsiniz 10 gün ərzində bitirin, istəyirsinizsə də bir ay ərzində materiallara yavaş-yavaş baxa-baxa, düşünə-düşünə, sual verərək bitirməyə başlayın. Həmçinin düzünü demək gərəkərsə, mən sizi qorxutmaq istəmirəm, amma 100% ki, bütün media sistemində olduğu kimi bu kursun da media haqqında danışmağının ən böyük cəhəti odur ki, biz həm də nəzəriyyələri və fəlsəfi düşüncələri də bu kursun tərkib hissəsi eləmişik, amma heç qorxmayın, söz veririk ki, bunları ən sadə şəkildə eləmişik. Həmçinin bu kursu bəlkə də digər media kurslarından əgər varsa, fərqləndirən digər bir məsələ budur ki, biz mediaya sadəcə olaraq istifadə etdiyimiz, gündəlik gördüyümüz bir şey kimi baxmırıq. Ona bir mühit kimi yanaşırıq, bir ekosistem kimi yanaşır və onu bu nöqteyi nəzərdən təhlil edirik. Mən şəxsən media gücdür, 4-cü hakimiyyət və buna bənzər sözlərdən çox yorulmuşam, sıxılmışam, çünki bu sözlər bizə heç bir məna artıq ifadə eləmir.
işləmir 21-ci əsr, yəni 2026-cı ildə. Buna görə də mən artıq düşünürəm ki, medianı biz bir mühit olaraq təhlil elədikdə daha yaxşı nəticələrə vara bilərik. Bəs mən kiməm? Mən mediaya kənardan baxan bir insan deyiləm. Mən onun içində olmuşam. Mən Pəri Abbaslı Bakıda jurnalistika və media təhsili almışam. Həmçinin ətrafımda nə qədər desəniz, bu illər ərzində əlbəttə ki, jurnalistlər olub. Özüm də hansı media desəniz 100% az bir dəfə onların qapısından keçmişəm. Bəzən bilərəkdən keçmək istəməmişəm, amma söhbətimiz bu deyil. Daha sonra təhsilimi Avropada Danimarka və Çexiyanın 3 fərqli təhsil institutunda başa vurmuşam. Media, texnologiya və cəmiyyət üzrə akademik bir mühitdə işləmişəm. Həmçinin media haqqında olan və texnologiya haqqında olan biliklərimi də Almaniyada praktiki olaraq gücləndirmişəm. Amma əlbəttə ki, bu kursun məqsədi və ya da bu kursu önəmli edən şey mənim diplomlarım qətiyyən deyil. Xəbər istehsalının necə baş verdiyini və alqoritmlərin bizlə necə oynadığını bildiyim üçün düşünürəm ki, bu bildiklərimi sizlə bölüşə bilərəm. Həmçinin bunu edərkən sizi sıxılmağa məcbur etməyə bilərəm. Jurnalistika və media sahəsində olmağımdan başqa, həmçinin mən də bir media istifadəçisiyəm və 2013-cü ildən bəri aktiv şəkildə internetdəyəm. Buna görə mən də əlbəttə ki, medianın müxtəlif manipulyasiyalarına getmişəm. Mediada saxta xəbərlərə inandığım da olub və bu gün də əlbəttə ki, inanıram. Çünki dediyim kimi biz heç birimiz heç vaxt 100% media savadlısı ola bilməyəcəyik. Və bu kursun əsas məqsədi sizə bu yolda dəstək olmaq, eyni zamanda bir kompas rolunu oynamaqdır. Nəinki dünya media mühitində, eyni zamanda Azərbaycan media mühitini anlamaq, daha yaxşı analiz etmək və bir istifadəçi, media mühitində olan istifadəçi, media mühitində gəzişən bir insan olaraq nələrə fikir verməliyik, bunları öyrənmək üçün hər birinizi medianı anlamaq, tənqidi düşüncə kursunda gözləyirəm.